Adı son günlər Ramiz Mehdiyev işində və Amiyada 3 milyonluq cinayətdə hallanan keçmiş deputat, hazırda Amiyanın Sosial Xidmətlər şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir. Bundan öncə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda Elton Məmmədovun vurduğu ziyan 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat yayılmışdı. Bir xəbər media Oxu 24-ə istinadən xəbər verir ki, Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan qalan hər şeyini satıb. 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb. Belə ki, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, 20 yanvar metrosu ətrafında yerləşən kafesini, Mayın yaşayış kompleksində 5 ədəd 2 və 3 otaqlı mənzillərini, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində keçmiş tramvay parkının yerində yerləşən özünə məxsus şirkətin inşa etdiyi hündür mərtəbəli binadakı 2 mənzili dəyər dəyməzinə satıb. Xatırladaq ki, Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Amiyanın keçmiş prezidenti Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.